Bu evin qiymətində nə az, nə çox 19.000 manat endirmə olunub. Çox gözəl də qiyməti var. Videonu diqqətlə izləyin, nəzərinizə çatdıracağam. Mənzil də əla mənzildir. Yerləşməsi də yaxşıdır. Nərimanovda yerləşir, metroya da piyada məsafədədir. 7-8 dəqiqəlik piyada məsafədədir. Mənzil də təzə təmirdə, yaşayış olmayıb. Ən əsası və digər üstünlüyü isə tam hazır mənzildə əlavə heç bir xərciniz yoxdur. Sadəcə aldınız, alan kimi də köçüb yaşaya bilərsiniz. İndi mən mənzildə olan hər bir şeyi, hər bir xırdalığı sizin nəzərinizə çatdıracağam. Başlayaq vaxt itirmədən mənzilin giriş hissəsinə. Bu bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə burada paltar asmaq üçün yer nəzərə alınıb, əyləşmək üçün. Giriş qapısı ilə üzbəüz belə gözəl, böyük, güzgü yerləşdirilib, gizli işıqla aşağı hissəsi. Şkafdır, sağ və sol lepika daraqlardan istifadə olunub. Və bu hissədə də aksesuarlar qoymaq üçün yer nəzərə alınıb. Girişdə döşəmə qranit isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada da lüstr və spotlardan istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırın. Buranın görsün mənzilin qonaq otağıdır. Bir yataq otağı, iki yataq otağı, sağda isə yerləşir mənzilin sanitar qovşağı. Elə başlayaq qonaq otağından mən bir bütün otaqları sizə göstərim. Dediyim kimi tam hazır mənzildir, tam əşyalı. İndi mən nə var hamısını sizə göstərim. Bura bizim qonaq otağımızdır. O hissədə 4 nəfərlik dairəvi masamız yerləşdirilib. Divan, kreslolar, bunlar hamısı hazırdır. Arxa tərəfi də gözəl dekorlarla işlədilib, bəzədilib. Bura işıqlar. Mərkəzdə jurnalimiz, üzbəüz TV stand. Bu hissədə yığılıb, sağ və sol yenə daraqlardan, dekor güzgülərdən istifadə olunub. Aşağı hissəsi şkafdır və böyük ekran televizorumuzda yerləşdirilib. Kondisioner qoyulub, hazırdır. Burada saatımız var, dekor və mərkəzdə gözəl böyük lüstrumuz, gizli işıq spotlar da öz yerində. Otaqda döşəmə parketdir və nəzər çatdım ki, divarda mənzildə ümumilikdə dekorativ boyadan istifadə olub, yəni adi divar kağızı və yaxud emulsiya deyil. Dizayna uyğun tablolarımız yerləşdirilib. Nəzərə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mətbəx isə burada yığılıb. Mətbəx belimiz sağ və sol tərəflərdə, eyni zamanda bu hissədə də var. Yəni şkaflarımız çoxdur, narahat olmağa dəyməz. İçərisində göstərib. Dərinlik də çox yaxşıdır. Bütün əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Eynilikdə bu hissədə qaz peçi aspirator var. Üstü bu hissəsi mərmərdir. Burada deməli soyuducumuz da qoyulub, sobalar, eynilə. Yəni dediyim kimi bütün mebel, texnika, hər bir şey var. Gir, yaşa mənzildir. Əlavə nəsə almağa ehtiyac yoxdur. Gəlin mən sizə buradan göstərim mənzilin sanitar qovşağına. Bayaq dediyim, daxil olduqda sağ tərəfdə yerləşir. Buranın da çox gözəl dizaynı var, gözəl təmir olunub. Bütün aksesuarlarla təchiz olunub. Deməli, sol tərəfdə burada duş kabinimiz var. İçərisi də kifayət qədər genişdir. Yəni ki, videoda nə istəyirsiniz. Burada gözəl moydadırımız, divar içi unitaz, hər bir şey hazırdır. Və burada təbii ki, üstü döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin birinci yataq otağına. Hər otağın belə deyim, özünə məxsus gözəlliyi var, gözəl rənglərdən də istifadə olunub. Burada da hər bir şeyimiz hazırdır. Gözəl taxtımız yerləşdirilib, görürsünüz, arxa hissəsi də işlənilib qubqa və güzgülərlə. Bura işıqlar. Yenə tavan hissəni ümumi olaraq göstərir. Lüstr spot. Burada da kondisionerimiz var. Make-upımız, aşağı hissəsi şkafdır. Burada da televizor yerləşdirilib. Və bu yataq otağının bu hissəsində şkafımız yığılıb, divar içərisini göstərim. Bunların hamısının içərisini göstərim ki, dərinlik barədə tam təsəvvür formalaşsın sizdə. Yəni qaranlıq məqam qalmasın. Dediyim kimi otaqlarda döşəmə parketdir. Və keçək, mən sizə göstərim buradan. İkinci yataq otağı, sonra mənzilin məlumatlarını və qiymətini nəzərə çatdıracağım. Burada dediyim kimi ikinci yataq otağımızdır. Digər yataq otağından rənglərlə fərqlənir. Dediyim kimi fərqli də dizaynı var. Burada da eyni ilə taxtımız yerləşdirilib, hazırdır. Arxa hissəsi də gözəl şəkildə işlənilib, ümumi olaraq göstərirəm. Və mənzilin bir eyvanı var, o eyvana çıxış bu yataq otağındandır. O hissədə şkafımız yığılıb, yenə televizor yerləşdirilib. Kondisioner kimi hər şey var. Tavan hissəsində belə göstərim sizə. Və bu yataq otağında yenə daxilində şkaf mövcuddur. Ona görə deyirəm, şkaf çoxdur. Tam axıra kimidir, əşyalarınızı rahat yerləşdirə bilərsiniz. Belə, mən demək olar ki, mənzildə olan hər bir şeyi xırdalığına kimi sizin
nəzərinizə çatdırdım. Məlumatlar dediyim kimi yerləşir Nərimanovda, metroya yaxın, piyada 7-8 dəqiqəlik məsafədə, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, 2 otaqdan 3 otağa mətbəx studiya şəklində dizayn edilərək təmir olmuş bir mənzildir. Tam əşyalı satılır, nəyi görürsünüz, hamısı qiymətə daxildir. Bütün mebel və məişət texnikaları yenidir, istifadə olunmuyor. Mənzil yerləşir 16 mərtəbəli binanın 7-ci mərtəbəsində və mənzilin qiyməti 329 min manatdır. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.